أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اذكروا الله ذكرا كثيرا وسبحوه بكرة وأصيلا هو الذي يصلي عليكم وملائكته ليخرجكم من الظلمات إلى النور وكان بالمؤمنين رحيما. تحيتهم يوم يلقونه سلام وأعد لهم أجرا كريما. يا أيها النبي إنا أرسلناك شاهدا ومبشرا ونذيرا وداعيا إلى الله بإذنه وسراجا منيرا. وبشر المؤمنين بأن لهم من الله فضلا كبيرا. ولا تطع الكافرين والمنافقين ودع أذاهم وتوكل على الله وكفى بالله وكيلا. وكفى بالله وكيلا. بسم الله الرحمن الرحيم. بسم الله الرحمن الرحيم. والعصر إن الإنسان لفي خسر
إلا الذين آمنوا وعملوا الصالحات وتواصوا بالحق وتواصوا بالصبر. صدق الله العلي العظيم. من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، نحمده ونشكره نستغفره ونستعينه نتوكل عليه ونتوسل إليه. الصلاة والسلام على سيدنا ونبينا وحبيبنا وطبيبنا وشفيعنا ومولانا أبي القاسم المصطفى محمد. اللهم صل على محمد وآل محمد وثم الصلاة على إترته المكرمين وسيما بقية الله في الأراضين ولعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. Mövzumuz münacat idi. 4-cü cüməmizdir bizim ki, bu mövzunun ətrafında danışıram. Və həm də eyni zamanda Şaban ayına sonda toxunacağım, Allah nəsib eləsə. Çünki Şaban ayının da astanasındayıq. Münacatla bağlı müəyyən mövzulara toxunmuşam. Münacat eləmək, yəni Allahla xüsusi həmsöhbət olmaq, Allahla xüsusi danışmaq və xeyirləri nə idi, buna toxunmuşuq. Deyildi, xeyirlərindən biri budur ki, insan nəfsini tərbiyə eləyir, Allahla danışmaq. İkinci xeyri insanı qəflətdən xilas eləyir ki, insan gün ərzində qafil olur bəzi mövzulara nisbət, bildiyi mövzulara nisbət, fərqində olmur. Allahla xüsusi ünsiyyətin, danışığın məntiqi nəticəsi budur ki, insanı qəflətini məhdud edir, insanı qəflətdən uzaq eləyir. Biraz davam eləyək mövzumuzu. Gələk çataq biraz da dərin bir yerlərə. İnsanın 2 dənə də mühüm duyğusu var. Bunlar da fundamentaldır, hər birimizdə var. Kişili, xanımlı fərq eləməz. Biri ziyandan, zərərdən qaçma hissidir. Hamımız ziyandan, zərərdən qaçırıq. Harada zərər, ziyan eşitsək, o tərəfə getmərik, oradan qaçmaq istəyirik. İndi bəzi vaxtlar ziyanı xeyir kimi görürük, ona tərəf gedirik, başqa bir məsələ. Bəzi vaxtlar insan görsən adət eləyir, bəzi vaxtlar iradəsizlik eləyir. Bunlar öz yerində, amma fitrətən belə bir hissimiz var, razısız məndən gələn ki, ziyandan qaçmaq, zərərdən qaçmaq və bu hisslə yoğrulub xəmirimiz. Allah bizi bu duyğu ilə dünyaya göndərib. İkinci hissimiz nədir? Xeyir əldə eləmək və ucalmaq duyğusu. İnsan ucalmaq istəyir, kamala doğru hərəkət istəyir, yüksəlmək istəyir. Bu 2 hiss insanlarda mövcuddur. Amma məsələ bundan ibarətdir ki, bəzi vaxtlar bunların biri daha çox aktiv olur. Görsən, ziyandan qurtuluş bir insan üçün daha mühüm olur. Və o hiss onun həyatında daha çox özünü göstərməyə başlayır. Ziyandan qaçmaq hissi. Fikir versəz, yalnız bu haqda düşünür ki, ziyan eləməyim, bitdi. Harada problem olsa oradan qaçır. O problem onun mənəvi inkişafına səbəb olsa da belə, müəyyən qədər ziyan görən kimi deyir, yox, sən Allah, mən başım dinc, o ziyandan da uzaq gezmək istəyirəm. Maksimum rahat yaşamaq istəyirəm.
Belə insanlar bu cürlə yaşayır. Riski də heç xoşlamır. Məsələn, risk eləsin, ağıllı riskdən söhbət gedir. Elə kör-körənə öz bataqlığı üçün ondan söhbət eləmirəm. Yəni, ağıllı şəkildə, məsələn, bəzi mövzuları risk eləməlisən, addım atmalısan. Çünki bu ziyandan qaçma hissi onu daha çox aktiv olub, o ikinci hissi üstəliyib deyənə, deyir, yox, mənə lazım deyil, elə 5-10 manatım olsun, misal üçün. Öz həyatımı yaşayıram. Ya, məsələn, mənə ehtiyacım yoxdur belə məsələlərə. Belə insanlar böyük hədəflər üçün yaşamır. Başım dinc, beynim sakit. Bu cür insanlar minimum istifadə edirlər öz istedadlarından. Çox minimum. Belə insanlar xüsusiyyətlərindən biri də bu tənqiddən qorxur, tənqid eşitmək istəmir. Xoşlamır onu kimsə gəlir səhv tutsun, bu işi səhv eləməsə. Bir iki dəfə onu məsələn səhv tutan adam olsa, həmən adamı görəndə qorxu ki, yenə deyəcək səhvdir. Qaçmaq istəyir o insandan. Belə insanı ruhdan tez salmaq olar. Təkcə bu his aktiv olsa, istiqamət verilməsə, yaxşı his deyə normaldır elə. Bu olmasa görün nələr olar. İnsan elə özünü atar uçuruma, bataqlığa. Yaxşı bir hissdir, qorxu hissi. Normaldır, amma düzgün istiqamət verə bilsin. Belə insanların amalı budur, heç kəsə ziyan verməyim, özümə də zərər vurmayım, bitdi bu qədər. Dini mövzulara gətirsən mövzunu, bu insanların zikri fikri budur ki, neyiniyim, cəhənnəmə girməyim. Da bu qədəri qutardı, getdi. Həyatını da o hissəyə xərcləyir, ömrünü də o hissəyə, o istiqamətə. Bəzi insanlarda ucalma hissi var. Xeyir əldə eləmək, ucalmaq, təkmilləşmək. Bu his hamıda var, bəzi insanlar hamımızda var, bəzi insan daha çox aktivdir. Buna doğru düz istiqamət verməsən, təkəbbürlü olar insan. Təkəbbürlü olar. Ucalmadan elə bilər ucalır. Görürsən, başlayar başqalarını əzməyə, özünü böyük-böyük aparmağa. Quran iki mövzunun ikisinə toxunub. Müxtəlif kəlmələr işlədib Allah Teala Quranda. Biri nicat kəlməsidir. Nicat anlayışı. Allah mənə nicat ver. Məni xilas elə. Bir anlayış da var Quranda fəlah kəlməsidir. Məsələn, nicat kəlməsi haqqında Quranda nəccini. Allah məni xilas elə. Bu xilasdan, nicatdan nə başa düşürsünüz? Yəni, məni ziyandan, zərərdən qurtar. Nicat yəni müəyyən qədər mənası bu, düz deyil. Ona görə dualarımızda da yer alıb, Allah mənə nə ver, nicat ver. Qurtulum, xilas olum, nicat tapım. Hamımızda bu his var və belə dualar eləmək də tövsiyə olunub. Bu dualardan eləyin. Amma bir kəlam da var Quranda, bir kəlmə də var Quranda, fəlah kəlməsidir. Qad əfləhəl müminun. Fəlah kəlməsi biraz daha fərqli bir kəlmədir. Fəllah və fəlah eyni köklü sözlərdir. Fəllah əkinciyə deyirlər. O kəsə ki, buğdanı yetişdirir, sümbül edir. Toxumu yetişdirib ağac eləyir. Yəni bir bacarığı var, qüdrəti var. Qad əfləhəl müminun, yəni möminlər fəlaha yetişdi. Yəni nə mənada? İçində olan o potensiallar ki var idi, o toxum ünvanında olan o potensialları inkişaf elətdirə bildi. Yəni yüksələ bildi. Toxum kimi qalmadı. Başa toxumu almısan, gətirib evdə saxlasan, kağızın içində. O nə olacaq? Ağac olacaq? Olmayacaq. Siz təsəvvür edin ki, nə qədər istedadlar bizə veriblər. Allah Taala bizə verib, toxum şəklindədir. Qiyamət gündə gətiririk elə Allahın huzuruna o şəkildə. Allah deyim, mən sənə bu üçün verməmişdim. Bunu qoruyasan, evdə saxlayasan. Bunu vermişdim, bunları əkməliydin, becərtməliydin, ağac eləməliydin. Yaratmalıydın da, yaradıcılıq xüsusiyyətin də var. Sənə bu hissi də vermişəm də, hansı hiss ya Rəbbəl aləmin, ucalmaq duyğusu vermişəm sənə, düzdür? Ucalmaq, xeyir əldə eləmək. Yəni sən bu niyə bu potensialı inkişaf elətdirmədin bəs? Bu niyə istedadları çiçəkləndirmədin bəs? Elə bunun üstündə əsdin ki, bu toxumu qoruyum, qalsın kənarda, məsələn, itməsin,
əldən çıxmasın. Bunun üçün verməmişdim ki sənə. Bunu vermişdim, bunu inkişaf elətdirəsən sən. Ona görə Quran-ı Kərim həm nicat kəlməsindən söhbət açıb, həm fəlah kəlməsindən söhbət açıb. Nicat mövzunun yarısıdır, hamısı deyil. Qurtulum qutardı getdi. Bir dənə cəhənnəmə getməyim, bütün gün amalım, arzum bu olsun, bu iş deyil. Bizim böyük alimlərimizdən birinin fikri idi, mən oxumuşdum. Və mənə də düşündürmüşdü. Deyir, məsələn, baxın, bir ömür ruh xəstə insan nəzərə alın, bir ömürdür ruh xəstədir. Hara gecək o sonda? Sonda cənnətin bir güşəsinə gedir, aşağı dərəcələrindən birinə. İndi insan əqli olmayıb, belə deyə də, ruh xəstə olub. Gecə bir cənnətin bir aşağı pillələrindən birinə. Təsəvvür, bir ömürdə bir nəfərə ağıl veriblər, bu da 70 il ağılla yaşayıb. O da gedir cənnətin o hissəsinə. Gəlir bundan eyni cərəgədə oturur. Bu deyim, mən belə, yəni ruh xəstə olmuşam, mən bura qədər gəlib çatmışam. Sən axı bundan da çox yerlər ucala bilərdi. Düzdür, orada belə söhbətlər olmayacaq. Cənnətdə belə mövzular yoxdur. İnsanı qəmləndirən, dilxor eləyən mövzular yoxdur. Amma insan indidən düşünəndə deyir, mən haralara çata bilərəm. Doğrudan da ürəyi sıxılır. Gəlib ondan eyni cərəgədə yanginan. Təkcə cəhənnəmdən xilas olmaq hünər deyil ki. Quran ona görə həm nicat kəlməsindən söhbət açıb, həm fəlah kəlməsindən söhbət açıb. Yaxşı. Quranda bərəkət anlayışı var. Fəlah kəlməsinə yaxın sözlərdir, bərəkət. Bərəkət nəyə deyirlər? Bərəkət əlində olanı kövsər eləmək, əlində olanı artırmaq, əlində olanı davamlı eləmək, əlində olanı qalıcı eləmək. Bir var, adam bir iş görür, elə 2-3 günlük idi işi, bir də var, işi əbədidir. Yaxşı. İşi də əbədiləşib, özü də əbədiləşib. Özü ölüb gedib, amma işi dayanmır. Başa-düşürsünüz? Məktəb olub gedib də İmam Hüseyn kimi. 14 əsrdir bəşərdə hidayət edir. Yəni Allah Taala deyir ki, bərəkətli insan budur da. Bərəkətli insan ölməklə ölmür, bitmir, qurtarmır, yekunlaşmır. Qurtarmır. Bərəkət kəlməsindən Allah Taala söhbət açıb. Görürsünüz, nə qədər maraqlı kəlmələrdir. Yəni hələ nicat tapdım, qurtuldum. Yalnız o birinci hiss ki dedim, onu aktiv eləmək, onu ilə kifayətlənmək, uduzmaq deməkdir bu dünyada. Birinci hiss nə idi? Neyniyim, ziyandan qurtulum, zərərdən qaçım. Zərərdən, ziyandan qaçma hissi. İkinci hiss, xeyir əldə eləmək, ucalmaq duyğusu. Yəni sizə bir dənə ayə deyim mən. Baxın, görün çıxarışları haradan eləmişəm. Düşünərsiniz bu ayələr haqqında. Möminun surəsindədir. Nuh Peyğəmbərin hadisəsidir. Ki, Nuh Peyğəmbər bir ömür çağırır insanları, hidayəti üçün əlindən gələni eləyir. Adam ürəyi yanır Nuh Peyğəmbərə. Həqiqətən 950 il yalnız hələ təbliğ eləyib. İndi deyirsiniz birdən necə insan o qədər yaşayar. İndiki mövzum o deyil. Həm söhbətdə sual verərsiniz, onu cavab verərəm inşallah. 950 ilə təxminən 100 nəfər hidayət olub. 100 nəfər. Adamın ürəyi çəkilər. Təsəvvür 100 nəfər, 9 nə qədər edir? 100-ə yaxın adam. Bundan işim yox. Axırda bir yerə gəlir, çatır ki, Allah Nuh Peyğəmbərə deyir, o gəmini düzəlt ki, bilirsiniz, deyirlər, gəmini ilk düzəldən Peyğəmbərdir də. Yəni, Peyğəmbərlər yalnız axirət töhfəsi verməyiblər, dünya töhfəsi də veriblər bəşəriyyətə. İlk gəmini düzəldən Nuh Peyğəmbərdir. Xülasə düzəldəndən sonra məsələ ki, bitir ki, o hadisələr ki, olmalı idi. Fəizə istəvəytə əntə və mən mə'kə. Allah Taala deyir ki, min o gəmiyə və səninlə olanlar da minsin. Görünən budur ki, yalnız Nuh və onu ilə olanlar xilas olacaq. Təsəvvür edin ki, o yerdə yaşayanlar özü də həmən o sudan qidalanırdılar, o su ilə işlərini qururdular, əkin sahələrini o su ilə belə deyə becərdirdilər, ağaclarını və s. Su onlar üçün sərmayə idi də. Amma həmən suda Allah Taala onları qərq edəcək. Görünən budur ki, Allah Taala o qədər qüdrətlidir ki, hələ sənə verilən neymətlə də səni neynəyər? İtirər, yoxa çıxardar. Həmən pulla ucala da bilərsən, həmən pulla məhv ola bilərsən. Gücünlə yüksələ də bilərsən, gücünlə uçuruma gedə də bilərsən. Bəli, bunlar mümkündür. Yəni, belə də deyil. Xülasə orada deyir ki, فَإِذَا إِسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ Elə ki, mindüz gəmiyə və səndən olanlar da mindi. فَقُلْ Elhamdülillah. Peyğəmbər Elhamdülillahdır. Elhamdülillahdır. Elhamdülillahiləzi nəccənə minəl qavm əz-zalimin. Həmd olsun aləmlər Rəbbi olan Allaha ki, zalim qövmdən neynədi məni? Xilas elədi.
Nicat verdi mənə. Fikir verdiniz, nicat kəlməsini gətirdi, açdı Allah. Davamında nə deyir? Peyğəmbər, təkcə nicatla kifayətlənmə, ziyandan qurtulmaq işin yarısıdır. Qul Rabbi ənzilni munzələn mübarək. İlahi, mənə indi bərəkətli yerə apar inan, elə bir yerə çatdır, elə bir yerə çıxart ki, mən orada bərəkətlənim, bərəkət əldə edim, məndən olanlar da mənlə birgə. Yəni Allah Taala həm nicat kəlməsini deyir, həm bərəkət kəlməsini deyir. Həm ziyandan qurtulmaq bu işin yarısıdır, amma bununla kifayətlənməyəcəksən. Səndə ikinci bir duyğu var. Onu aktiv eləməlisən. O nədir? Ucalma hissi. Bərəkət də həmən o hissə hesablanıb. Bərəkətli olmaq, yəni ucalmaq. Bərəkətli olmaq, ruhən böyümək. Bərəkətli olmaq, mənən, varlığınla Allaha tərəf yaxınlaşmaqdır. Və Allah bunu bizə bu ayədə söyləyir. Deyirsiniz, bunlar niyə açırsan, danışırsan? Münacat eləməyə həmən ikinci hissi, o duyğunu aktivləşdirir. O ikinci his ki, bir yağdan danışır, amma Allahla münacat eləməyə o duyğunu aktivləşdirir. Münacat çünki insanın ən zirvə hallarından biridir. Münacat, yəni sən bu qədər ucala bilərsən ki, Allahla söhbət eləyə bilərsən, özü tənha, sən və o, xüsusi həm söhbət eləyə ola bilərsiniz. Sən Allahın sir yoldaşı ola bilərsən, münacat yəni bu. Əslində ruhun axtardığı bir şeydir, aləmləri yaradan, bütün xilqəti xəlq eləyənlə xüsusi ünsiyyət qurmaq. Əslində ruhunda o hissiyə tərəf hərəkət edilməkdir, münacat da ona yardımçıdır. Bu məsələdə sənin əlindən tutur. İkinci hissi münacat aktiv edir. Ona görə buna yüngül yanaşmayın. Ona görə Allahla xüsusi ünsiyyət quranlar elə deyil ki, məsələn, təcrid olub dünyadan. Əsla. Əsla belə deyil. Münacatı öz yerində cəmiyyətlə qaynayıb qarışan insanlardır. Əlbəttə, münacat dərəcələri var da, amma eyni səviyyədə deyil. Arifin elədiyi hara, İmam Hüseynin münacatı hara, bizim kimi adi insanlarınki hara. Övliya necə danışır, Arif necə danışır. Əmirül-Möminin münacatlarını oxuyun, Şəbaniyyə münacatına baxın, görün nələr deyir. Ya məsələn, Əmirül-Möminin bir özünün şəxsi bir münacatı var, Kufə məscidində oxuyub, bir ora baxarsınız. Mövlaya ya Mövlay, əntəl qavi, ənət dəif. Mövla, sən güclüsən, mən zəifəm. Hələ yərxəmud dəifə illəl qavi. Allah zəifə kim kömək eləyə bilər ki? Güclüdən başqa. Zəif mən, güclüsən. Əntəl ғəni, ənəl fəqir. Allah, sən qənisən, ehtiyatsızsan. Mən ehtiyacın özüyəm. Sən tamamən ehtiyatsızsan. Nəinki mən biri vücudam, biraz da sənə ehtiyacım var, yox. Mən tamamən ehtiyaclıyam sənə. Fəqir yəni bu. Fəqir yəni bu. Maraqlı sözləri var da, baxarsınız orada nələr deyir. Mövlaya ya Mövlay, əntəl baqi, ənəl fani. Baqi sənsən, fani mənəm. Həl yərhəmul faniyə illəl baqi. O duanın sözləri insanı aparır. Mən bilən dəyərli bizim ilahiyyatçımız Hacı Eldəniz də bu duanı oxumalıdır. Oxuyub bildiyim qədər. Qulaq asın, evlərimizdə bu günlərdə xüsusilə eşidilsin. Münacatın evlərinizdə edin, axşamlar, sübhlər, xeyri çox görürsünüz həyatınızda. Çox görürsünüz həyatınızda. Bəli, faydasını da görəcəksiniz. Amma çalışın əhl-i beytdən olan münacatlara əl gezdirməyin, değişməyin. Necə o görmüsünüzsə o cürlə. Burasını götürəsiniz, değişirsiniz, əlavə söz edirsiniz, belə iş görməyin. Münacat çalışın əhl-i beyt dediyi şəkildə götürdünüz, əhl-i beyt dediyi şəkildə oxuyun. Sözləri değişməyin. Namaz da belədir. O müəyyən zikirlər ki, sizə nə deyilib, bizə nə deyilib, olduğu kimi ondan kənara çıxmayın. Hərdən görsən, burada bunu belə desəm nə olacaq, onu necə belə desəm nə olacaq. Yaxşı, sən belə düşən nə olacaq? Elə Allah deyən kimidir də, bunu da mən də sənə deyim onda. Sən bu cür nə düşən nə olacaq? Elə belə oxu da. Ona cavab vermişəm, yəni demişəm, məsələn, Azərbaycanda namaz qılmazlar. Belə eləsən nə olacaq? Elə olan cavablar hamısı verilib. İndi mən də yaxşı sənə deyim, belə eləsən nə olacaq? Aləm dağılacaq, belə deyib, belə də qıl da.
Belə deyib, belə də qıl. Başa düşmürsən belə deyəndə. Sənə nə lazımdır? Ona ünsiyyət lazımdır. O da deyib, belə dedi də. Ona görə duaları dəyişməyin. O Əhl-i-Beytdən gələn kəlmələr olduğu kimi deyin. Onlar kilitdir. Onlar nöqtədir. Onlar bilir nə deyir. Nədən görürsən, biz nəfər deyirik, get filan sözü filan kəsədir. Deyir, baş üstə. Deyir, bir dənə mənə qulaq as deyən. Belə deyə. Deyir, yox, işte oldu. Çıxanızı bir də yığır, mən dediyim kimi deyə. Bilir axı, bu dəyişəndir. Biraz ya əlavə eləyər, ya qatar. Ya bu fərqində deyil axı. O onu ki, qarşı tərəfi necə tamamən tanıyıb, bilir ki, necə sözü desək, hansı tonda desək, o cürünə daha yaxşı olar. Ona görə deyim, mən dediyim kimi çatdır, sən Allah. Sonra axırı deyib, bilirsən, nə var, heç sən demə, səs atıram, səsimi atarsan ona. Bu belə də, bunlar arxayın dör. Çünki bilir ki, qatıb qatışdırıcı aləmi. İndi Allah da deyirsən, Əhl-i-Beyt deyib, belə deyilən. Yaxşı, daha o hansı kinoda deyir, özündən artıq eləməyə deyir, mollalıq eləmə deyir, əlavə eləmə deyir. İndi özündən nəsə əlavə eləmə. Nədir o cürünə? Mən bir dənə o hədisdə deyim sizə. Məsum buyurdu, İmam Sadiq buyurdu ki, Sətusibukum şubhə fətəbəqunə bila elm. Bir vaxt olar ki, çox çətin, şəkli şübhəli zamanlar yaşayarsınız. Haqla batil bir-birinə qarışar yəni. İmam Zaman da qeybdə olar. Ki, İmam Zaman qeybdə olar. La yencu minha illa mən də'a bi duail qəriq. O gün qurtulmaq istəyirsizsə elə günlərdə bir dua var, onu oxuyun. Əslində o duanı oxumaqla yanaşı, o duanı yaşayın. Hansı duadır? Qultu keyfə duaul qəriq. O hansı duadır? Necə oxunur? İmam buyurdu, ya Allahu, ya Rahmanu, ya Rahim, ya Muqallibəl qulub, səbbit qalbə alə dinikə. Bu dua budur. Bu qədər. Ey Allahım, ey Rəhman, ey Rəhim, ey qəlbləri deyişən Allah, qəlbimi sabit elə dinində. Yaxşı. Bir nəfər qayıtdı ki, Mövlaya, ağacan dedi böyle. Ya Muqallibəl qulub vəl əfsar deyə bilərəm orada. Bir dənə də əlavə elədi özü. Səbbit qalbə alə dinik. İmam buyurdu ki, bu sözlə işim yoxdur, bu söz öz yerində. Amma lakin qul kəma əqul. Mən necə deyirəm elə dedin, əlavə eləmə heç nə. Artırma. Heç nə artırma. İndi Allahla xüsusi danışırsan, öz aranda duan var, nə istəsən, özün bilərsən, danış. Amma münacatları nəsə əlavə eləməyin. Münacatları nəsə əlavə eləməyin. Bu bir dənə mötərəz içində deyəcəyim sözdür. Və münacatın dərəcələri var. Dərəcələri var. Bir pillə insanlar oxuyur, amma nə oxuyur, təfsilatı ilə bilmir. İndi məsələn, nə qədər namaz qılan var, Həmd surəsini deyir, amma o qədər dəqiq bilmir ki, Elhamdülillahi Rabbil aləmin. Görürsən, nə deməkdir bu? Amma bilir ki, orada yaxşı söz deyir. Bilir ki, qəşəng danışır. Belə soru-söyle deyir, bilmirəm nədir, amma yaxşı sözdür. Belə təxminə. Biraz da çox geçsin, deyir, həmd elədim də, orada Allah həmd sənə. Bu qədər. Elə bir nəfərə vermirsən, bir nəfərin yaxşı bir nitqi var, Füzulinin qəzəlini vermirsən, o da oxuyur, onu səsləndirir. Qəşəng səsləndirir, amma özü o qədər başa düşmür nə var, nə yox. Özü o qədər başa düşmür. Sadəcə nitqi qəşəngdir, belə deyə də, səsləndirməsi gözəldir deyənə, ona görə deyirlər ki, sən səsləndir. Yaxşı? Belə. Birinci qrup insanlar belə, Allahla münacat eləyir, bəzi Əhl-i-Beytin münacatlarını götürür, deyir, amma o qədər də, məsələn, anlamır. İkinci qrup insanlar bir pillə yuxarıdır. Dediyini başa düşür. Dediyini başa düşür. Yaxşı. Dediyi sözlərin mənasını anlayır. Bir arif bir nəfərə sual verdi ki, sən namazı necə qılırsan? Dedi, mən namaz qılanda bütün sözlərini inirəm, mənasını düşünə-düşünə qılıram. Arif nə dedi ona? Dedi, bəs namaz nə vaxt qılırsan? Arif üçün namaz başqa bir şeydir. Sən sözü fırladırsan burada. İndi nədir onu deyəcəm. Amma əlbəttə bu da bir mərhələdir. İnsan gələ bir yerə yetişə ki, namazın sözlərini anlaya qala. Yaxşı. Hədisdə var, mən səllə rükəteyni ya'ləm mə yəqulu fihima. Bir insan əgər 2 rükət namaz qılır, amma bilir nə deyir, insərəfə namaz bitəndən sonra leysə beynəhu və beynəlləh zəmbun illəğufrələ. Namaz bitən kimi Allah bütün günahlarını bağışlayır. Sağ olsun ki, namazın sözlərini nədir? Anladı, başa düşdü. Amma ondan da bir pillə yuxarı var. Bəli, var mənim qardaşım. O nədir? O bundan ibarətdir ki, insan bir yerə gəlir, yetişir ki, namazın sözlərin yox,
qəlbi müşahidə edir Allahın cəmalını və cəlalını. Baxa-baxa Allah sanki neyniyir? Həmd və səna edir. Qəlbindən hicablar çəkilib, müşahidə edir, qəlbi görür nə var, nə yox. Deyir, sən gözəlsən, sənə həmd olsun, sən əzimsən, sən əntəl ə'lə, ucasan. Bunları görüb deyir. Nə ki söz kimi deyir? Məfhum kimi deyil. Yaxşı, məfhum kimi deyil. İnsan gəlib bu yerə yetişir. Bu da böyük bir məqamdır. Bu da böyük bir məqamdır. Ona görə deyirlər ki, bir nəfər İmam Sadiq əleyhissalamdan da deyir, namazda Quranın hansı surəsini oxuyurdu. Gəl çatdı bir yerə, fəğuşiyə aleyhi, qəşş elədi, fələmma əfaqə, elə ki ayıldı, su ilə soruşdular, məlləzi əvcəbə ma intə halukə eləyhi, niyə bu hala qaldın ki sən, qəşş elədin, getdin, sonradan ayıldın. İmam buyurdu ki, çox maraqlı bir cümlədir, dedi, maziltu, o kərrir ayatil Qur'an, hətta bələxtu, İlâ halin ki enneni semi'tu müşafihətən mimmən ənzələhə aləlil mükaşəfəti vələyən. Nə demək tərcüməsi? Deyir, mən o qədər o sözləri təkrarladım, dedim. O sözü nazil eləyən Allahın özündən eşitməyə başladım kəlmələri və kəlamları. Daha eşidirdim kəlmələri Allahdan. O kəlamları Allahdan. Ruhan gəldim, bir yerə yetişdim ki, sanki onları eşidirdim, nəinki söz kimi deyirdim. Bizim böyük alimlərimizdən biri deyirdi, Qütb deyirdi ki, Quranı elə oxuyun ki, sizə nazil olur sanki. İmam deyir, mən onu eşitdim və onu müşahidə elədim. Bu artıq bir dənə münacatın yüksək pilləsidir. Amma sual versin mənə ki, yaxşı, ora necə çatırıq, öz bir məqamdır. Bu öz yerində gələn dəfələrə toxunaram. 5 dəqiqə amma mənə icazə verin, Şabandan bir söz deyim sizə ki, Şaban ayı gəlir. Bu ayda da müəyyən əməllər var, bir neçə kəlmədə olsun Şabandan bölüşüm. Münacat o qədər. Şabanu şəhri, Peyğəmbər buyurur, Şaban mənim ayımdır. Ya Rasulallah, sənin ayındır, bəli mənim ayımdır. Rahimallah mən ə'anəni alə şəhri, bu ayda mənə kömək eləyənlərə Allahın rəhməti və mərhəməti üzərinə olsun. Yaxşı, nə mənada kömək eləmək deyirlər, bir mənası budur ki, bu ayda çoxlu salavat deyin. Bu ayın zikirlərindən biri budur. Gün ərzində. İndi yormadan özünüzü nə qədər bacarırsınız salavat deyin Peyğəmbərə və əhl-i beytinə. Hədislərdə var, Şəbanu şəhri, Şaban mənim ayımdır Peyğəmbər deyir. Fəmən samə şəhri. Kim bu ayda oruç tutsa, kuntu ləhu şəfiən ində yevmil qiyamə. Mən ona özüm şəxsən şəfaətçi olaram qiyamət günü. İkinci əməl nə oldu? Şaban ayında oruç tutun inşallah. Bu da ikinci əməldir. Salavatın da xeyri öz yerində. Və xüsusilə də Şaban ayının son 3 gecəsini, son 3 gününü tutarsınız. Mən samə səlasətə əyyam min axər Şaban. Kim 3 gün Şabanın son gününü tutsa və vəsələha bi şəhr Ramadan, Ramazan ayına vəsl eləsə, kətəballah ləhu sovmə şəhrin Allah Teala sovmə şəhreyni. Allah Teala 2 ayın, yəni Ramazan və Şabanın savabını ona yazar. Yəni Şabanda görərsən, məsələn, bir neçə günü tutmarsan, bir neçə günü tutarsan, deyir, son 3 gününü tutsun, elə bil ki, Allah Teala sənə nə savabı yazar, Şabanı təmiz tutmuşsan. Son 3 gün xüsusi tövsiyə olunur. Xüsusilə də inşallah Şabanın 15-i xüsusilə tövsiyə olunur, baxarsınız. Öndən içindən gün gəlir ki, Mövlud günləri gəlir, o günlərə də bir dənə baxarsınız. O günlər İmam Hüseynlə, İmam Səccadla, Əbəlfəzlə bağlı günlər gəlir. Və axır günlərində oxunan dualardan biri də var, Ramazan İmam Rızadandır, Şaban ayının son günlərində oxunan duadır. İnləm təkun qəfərtə lənə fîmə məzə min Şaban, fəxfir lənə fîmə bəqiyə minhu. Allahım, işdi birdən mənə bağışlamamısansa, qurban olum sənə, mənə bağışla. Və xeyirlərindən nədir? Qoy xeyirlərindən bir ikisini deyim sizə. Şaban ayının xeyirlərindən biri müalicəvi xeyri var. O kəslər ki, vasvası insanlardır. Mənə çox sual verirlər, vasvasıyam. Dəst namazı aldım, gözən aldım, almadım. Qəlbimə gözən elə vəsvəsələr gəlir, gedir. Bu Şaban ayını orucu vəsvəsələrdən xilas eləyər. Hədisdə var, soğumu Şaban yazhəb bi vəsvasil və bir vəsvasiz sədr, qəlbinizdə olan bir vəsavisiz sədr, qəlbinizdə olan vəsvəsələri kənarlaşdırar.
Və bəlabilil qəlb. Qəlb pərişanlığını aradan qaldırar. Görsən, hərdə adam pərişan olur, narahat olur. Şaban ayının orucunun faydalarından biri budur. Və başqası xeyri də var. Bir dənə bu hədisə deyim sizə. Başqa xeyirlərindən biri budur ki, buyurur kim bu ayda oruc tutsa, inşallah qiyamət günü faydasını, xeyrin xüsusilə görəcək. Ma min əbdin yuksiru əs-sawmə fi Şaban. Kim bu ayda oruç tutsa, illa əslahallah ləhu əmrə məişətihi. Allah dünya işlərini inəyər, səhmana salar. Hərdən işi qururuq görsən elə dağılır, qururuq dağılır. Allah Taala deyir, Şaban ayının orucunun xeyirlərindən biri budur ki, işi səhmana salaram. Və kəfahu şərrə əduvvihi. Düşməninin şərrindən səni amanda saxlayar. O nanəcib insanlar ki, sən düşmənindir, haqq düşmənidir, onlardan amanda qalarsan. Bu orucun xeyirlərindən biri budur ki, kim bu oruc, bu Şaban ayında ən azı heç olmasa bir gün oruç tutsa, ən təcibə ləhul cənnə. Allah deyir, ona cənnəti vacib eləyərəm. İbadətləri də öz yerində. Bu qədər xeyirləri var, faydaları var. Ələl xüsus salavatı unutmayın. Salavat çox deyin və münacatlar da öz yerində. Allah inşallah bu günlərdə əllərimizdən tutsun. Allah bizi Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın. Vəlhamdülillah Rabbil aləmin. Allahümmə inna nəsəluk və nəduk. İlahə və Rəbb, bəllər ki, sən dərgahıva qaldırmışam. İlk əvvəl duamız İmam Zaman əleyhissalamın zührun təcil elə. Allahım, bağışlamamış bizi bu dünyadan aparma. İmanla yaşayıb təqva ilə bu dünyadan köçməyi bizlərə nəsib elə. İlahi və Rəbb, o kəslər ki, bizdən dua istəyiblər, o qardaşlarımın, bacılarımın dualarını qəbul elə. Allah, bir həqqi Fatimətə Zəhra, indi ekran qarşısına əyləşənlər var, onların dualarını onlardan qəbul elə. Xəstələrimizə tezdən şifayı acil nayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərini tezliklə həll elə. Borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi və Rəbb, və həqqi Fatimə-i Zəhra, qəlbimizdə olan gizlin duaları bizlərdən qəbul elə, şəhidlərimizi Kərbəla şəhidlərinə məhşur elə, onların yaxınları, ailələri qəlblərinə huzur və aramlıq nazil elə inşallah. Peyğəmbər